Dəf turşular bölməsi 21-ci sual. Deməli, bizə verib sink, magnezium qarışığı. H-xlordan həll etdikdə hidrogen ayrılır. Burada hər ikisindən hidrogen ayrılır və metallardan hidrogen anında bu şəkildə yaza bilərik. Metalın valentini 2-yə bölüb hidrogen qarşısında əmsal olaraq yazırıq. Həm sink, həm magnezium 2 valentli olduğuna görə 2-ni 2-yə bölündə 1 alınır. Bizə deyir ki, deməli biz burada ümumiyyətlə əvvəldə bunu x mol, bunu da y mol götürsək. Deyir, qarşının kütləcə 50% H-xlor məhlulunda tam həll edildikdə, deməli, sink 65x-dır. Onun da 50% eləyəcək, deməli, 2-yə böləndə 32.5x daxil olur. 65-də 22.4-dürsə, deməli, 32.5x-də olacaq. 11 tam deməli yarısı, yəni 11,2 x, yəni buradan tapdığımız hidrogenin həcmi. Burada da deməli aşağıdan yazaq magnezium. Bunun da yarısı girib 24 y idi. 50% eləyir 12 y. H2 alınır. 24-də 22.4-dürsə 12 y eləyəcək 11,2 y. Deməli və bizə deyir ki, buradan 3,36 litr hidrogen ayrılır. Biz bunları mola çevirsək, 11,2 litr x, yəni 0,5x üstə gəl 0,5 y bərabər eləsək 3,36 0,15 mol deməkdir. 3,36-nı bölürük 22,4-ə. Buradan da x plus y bərabərdir 0,3-ə. Daha sonra bizə deyir burada ki, qarışığın qalan hissəsi natrium H reaksiyasının 1,2 litr H2 alındığı məlumdursa, deməli natrium H burada sink reaksiyası daxil olur. Amfoter metal olduğuna görə hidrogen ayrılır. 1,2 litr hidrogen ayrılır. Bu da qarışığın yarısıdır. Yəni ki, qarışığı sink x mol götürmüşdük. 65x qram idi. Yarısı, yəni 32,5-i x-i birinci, ikinci reaksiyada da yenə yarısı daxil oldu. Çünki qalan hissəsidir. Bura 65 yazırıq, bura 22,4 yazırıq. Deməli, buradan da x-i tapanda eləyəcək, deməli 0,1. X əgər 0,1-dirsə, bura əsasən y-də onda olacaq 0,2. İlkin qarışığın kütləsini istəyir. İlkin qarışıqda sink deməli 0,1 moldur. 0,1-ə 65-ə vuranda bu edəcək 6,5 qram. Bu da 0,2 moldur. Bunu da 24-də vuranda 4,8 qram. Ümumilikdə deməli eləyəcək 11,3 qram.